Doydun oğlum. Doydum. Doydum ana, sağ ol. Nuş olsun bala. Allah senden razı olsun ana. Ben çok yorurum seni ana. Ne yorulmak ay bala. Övlada bakan hansı ana yorular. Tek ki senin yüzün gülsün. İndi maksud da gelecek. Maksud da geldi. Zalim oğlu, elə bil Alman dəqiqliyi var bunda. Gel. Deyirəm, gecikməyim deyə benzin almaq yadımdan çıxdı. Bugün de itəliyib apararsan, evi yok. Apararıq. Gel görək. Yavaş. Biraz yavaş, biraz Gel. düz. Ay sağ ol. Yavaş. Ah. Əla. Yavaş. Belə. Aha. Ay sağ ol. Getdi ya. Hə. Düdü. Yavaşça fırlat görək. Başla. Getdi. Düdü. Asta. Yavaş. Nereye? Geldik, çattık. Maşınımız bir neçə dəqiqəlik fasilədən sonra yola düşəcək. Mənə bax. Kənddə hələ bir şey deyir, sənlə Səttar arasında olanlardan. Amma mən bilirəm əsl səbəbini. Hə? Onun nə maşını var, nə də mənim kimi sürücüsü. Hə? Səni də ona görə qısqanır. Kaş elə olaydı Maksud. Bilmək istəyirsən nə olduğunu? Hə, istəyirəm. Məni gəzdirdiyim bu tarlalar, ərazilər, bir vaxtlar hamısı mənim idi. Var dövlətimiz çox idi o vaxtlar. O var dövlət əvvəlcə gözlərimi kör elədi. Sonra da həyatımı. Sağalmaz xəstəliyə tutulmuşdum. Yanımda da Səfdər var idi. Ən yaxın dostum.
Oh, Bir dəfəm də gedək. nə deyirsən? Hə, gedək. Ah, bu da məndən. Hə, bura gəlin görüm cüt bacılar. Üzümü qar eləməyin ha. Hop. Hayda. Hə, zərlərin hakimi durub qabağınızda. Bu axşam səninki gətirir ha, Tərlan. Bəssir nə? Kişol nə? Düz öylün ha? Ayıb da lan siz. Allah özün bilər. Ayıb da, Əsəbləşmə ayıb gəl da. bura. Belə bəxt olar Səftər. Vallah mən də hərdən şaşıram sənin bəxtinə. Atan kəndin ən varlısı idi. Bu gedişlə sən rayonun ən varlısı olacaqsan. Ha, bəxtin belə gətirsə niyə olmasın? Bura sənin üçün balacadır. Uşaq oyuncağıdır. Sən daha böyük oyunlar oynamalısan. Böyük oynayan, böyük itirər deyiblər. Rəhmətli atan kimi danışma. Pul nə üçündür? Yemək, bir də qazanmaq üçün. Hə, yığ balışığın altına, nə olsun? Nə vaxta qədər? Kəfəninə cif tikdirib o dünyaya aparmayacaqsan közündən. Elə demirəm, Burada özüm üçün əylənirəm də. Bu mənə bəsdir. Bu mənə bəsdir. Yenə əylənəcəksən də. Mən şəhərdə bir yer tanıyıram. Deyirlər qumarın ən yaxşısı oradadır. Doğrudan. Ha, amma 5-10 qəpik keçmir ha orada. Ortada böyük pullar var. Pay at ondan. Pulumuza nə olub bəyəm? Var dövlətimiz hər qapını açmağa çatar. Sən məni başa düşmədin, Sən ora girmək üçün, ən azı hələ girmək üçün gərək əlindəki pullar qədər pul verəsən. Gör nə deyirəm. Hə. Sən bir dənə təzə müştəri tap. Bax. Bax mənim o böyük tarlamı sataq. Satan kimi gedək sən deyən yerə. Düz deyirsən, Ha. sonra peşman olmayacaqsan ki. Narahat olma, gedək. Onlar da qumarbazların kralını görsünlər. Mən onsuz da orada tarlamın 10 qatını qazanaram. Elə isə çəkilin, qumarın kralları gəlir, Tərlanla Səftər. Tərlan, Səftər gəlir. Hə, xoş gəlmisən Səftər. Xoş gördük Tərlan. Müştəri tapmışam, çayxanadadır, gözləyir. Hə, yaxşı, gəlirəm. Nətərsən Nazlı, Sağ ol. ver kömək eləyim. Yox, lazım deyil. Nə müştəridir bu Tərlan? Hara gedirsən? Heç, Səftərin bir işi var, onu həll eləməyə gedirəm. Axşam tez gəl də nə olar? Məni bilmək olmaz. Gözləmə. Yaxşı, mən getdim. Ana nə əziyyət çəkirdin, özüm gətirərdim. Nə əziyyəti var ki, qızım? Gəl bizimlə qal da ana. Nə məcburda axı tək bu evdə qalırsan? Ey, qızım, mən özümə görə yaşayıram. Sizlə mənimki tutmaz axı. Həm də siz təzə evlisiz. Tək qalsaz yaxşıdır. Belə daha rahat olar. Rahatçılıq qalıb ana. Xeyr ola qızım. Tərlan. Elə dəyişib ki. Evinlə, eşiyinlə heç maraqlanmır ana. Səhər gəlib çıxır evə. Axşama qədər yatır, axşam doyanıb çıxıb harasa gedir. Hara getdiyini də bilmirəm. Xeyr ola, tək başına hara gedir görəsən? Tək deyil ana. Yanında həmişə o Səftərdir nədir, dostu olur. Hə, Bir addım da ayrılmır ki ondan. ağlını başından o alıb yəqin. Bəlkə də səhv elədiyin axırda görər. Biraz səbr elə qızım, görək nə olur.
Olmaz belə. Oyundu da. Udarsan da, udzarsan da. Niyə əsəbləşirsən? Düz deyir də Tərlan. Eybi yox. Necə eybi yox. Satdığım yerin bütün pullarını uduzdum. Hamısın birdən. Nə olsun? Sabah gəlib silib süpürərsən də buradakı pulları. Bugün bəxtin gətirmədi. Eybi yox. Sən demirdin, mən o satdığım tarlanın 10 qatını qazanaram. Düz deyirsən. Hamısın birdən uduzmaq yer elədi mənə. Nəysə, gedək. Sən get Tərlan, mən bir nəfərlə görüşəcəm. Sən get. Yaxşı. Yenə yolmağa toyuqdur gətirmisən Səfdər. Amma bu dəfəki başqa cürdür Nizami qardaş. Necə yəni? Bu gədə var ha. Kəndin ən varlısıdır. Atası gedib Ursetə qaz vurub qazan doldurmuşdu. İndi tarlaları, evləri, pulları var. Uşaqlığımız bir yerdə keçib. Amma iş gəlib eyni qız ilişəndə Yoxsa sənin sevdiyini o alıb? hə, mən Çoban Murtuzun oğluyam bilirsən də. Rəhmətli kişini o vaxt göndərmişdim elçiliyə, demişlər mənim Çoban oğluna veriləsi qızım yoxdur. Acısı hələ buramdadır. Nizami qardaş, başıva dönüm. Nəyi var, nəyi yox, hamısını sən al. Qoy batsın. Amma arvadın əl vurma. O mənlikdir. Başqa bir şey istəmirəm. Yaxşı Səfdər. İstədiyin o olsun. Narahat olma. Boğazındakı axırıncı loxmanı da tutub alacam. Deyən Nazlı, hara qaçırsan? Gözdə bir kəlmə danışaq da. Bax Səfdər, məndən uzaq dur. Tərlana desəm sənin üçün pis olar. Heç gülməyim gəlmirdi. Tərlanın dərdi onsuz da başından aşıb. Olan qopanını hamısını satıb, qoyub qumara. Bir gündə baxacaqsan ki, səni çıxarıb bazara. Amma narahat olma, alıcın hazırdır. Allah öldürsün səni. Tərlan, neynəmisən sən? Düz deyir camaat. Satmısan tarlaları. Otur Nazlı, təngi nəfəssən, bir özünə gəl. Cavab ver Tərlan. Neynəmək istəyirsən axı sən? Nazlı, şişirdirsən, bir şey yoxdur. Bundan sonra əkin, biçin, keçilik eləmək istəmirəm. Gəl köçək Bakıya, bir iş quracam. İşi dəqiqləşdirməmiş sənə demək istəmədim. Səfdər də bu işin içindədir. Hə, demək olar ki. Tərlan, mənə qulaq as. Ehtiyatlı ol bu Səfdərdən. Xahiş eləyirəm, nə olar? Niyə belə dediyini bilirəm. Mən hara, o çoban oğlu hara. Bəlkə yuxarıdan aşağı baxırsan ona. Yox Tərlan, səhv başa düşürsən. O ziyan vuracaq bizə. İnan mənə. Eşidirsən? Təkcə malımıza, mülkümüzə yox, sənə, mənə, ailəmizə, hamımıza zərər gətirəcək. Narahat olma Nazlım. Mən heç qoyaram. Narahat olma. Narahat olma.
Oğlum, vəziyyətin yaxşı deyil. Danışdı, görüm nə olub sənə. Heç nə ana, narahat olma. Nəsə soruşsaq, başımızı qarışdırırsan. Cavab vermirsən heç nəyə. Əlində nə var nə yox, hamısını satdın getdi. Bu mallar asan qazanılmayıb bala. Atan qərib ölkədə bunun üçün can qoyub. Amma sən göz qırpımında satdın getdi. Ağlığı başına yığa bala. Mənim ağlım başımdadır ana. Atam bir qazanıbsa mən 5 qazanacam. Görəcəksiniz. Haramın dəydiyi yerdə bərəkət olmaz bala. Bir günah işlətmirsən, başa düşürəm. Gözlərini aç, iş işdən keçməmiş qayıt özünə. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Mən uşaq yerinə qoymusunuz, atasından pul oğruyub dondurma alan uşaq deyiləm. Qoymusunuz qabağınıza danlayırsınız məni. Oğlum, biz sənin də, özümüzün də yaxşı olmağını istəyirik. Hər şey ortadadır. Deməli elə, hə? Yaxşı, görəcəksiniz. Atam nə veribsə 2 qatını gətirib qoymasam, mənə də Tərlan deməsinlər. Tərlan, anam belə demək istəmədi. Tərlan. Məndən bu qədər. Otur ha. Uduzan saklamaz oyunu burada. Udan saklayır. Heç bir şeyim qalmayıb axı. Borc verin, istəyirsiniz kağıza da qol çəkim. Davam eləyək də oyunu. Qol çəkəsən, bəlkə gedib bir notariusda da təsdiq edəsən, hə? Qumarın sənədi mənədə olmur, Neyniyim? Qalmayıb. Heç nəyim qalmayıb. Tərlan, bu dəfə mənimlə oynayacaqsan oyunu. Bilirsən də hər şey uduzmamısan. Nazlı qalıb. Nə deyirsən? Kes sesini. Uzuşma! Əs namusumdan? Namusumdan necə keçim? Qumar borcu ən böyük namusdur. Maldan, candan, canandan da yuxarıdır. Başa düşdün məni? Yox, olmaz. Mal getdi. Deyirsən canla getməsin? Alın canımı, əl çəkin məndən. Təkcə səninkini yox. Başa düşürsən? Ya oynayırsan, ya da uduzmuş sayılırsan. Səftər, namussuzsan sən. Qızışma. Otur aşağı. Yox. Yox, qoymaram. Vicdanınız yoxdur sizin. Allah'tan qormursunuz, namusuma toxunursunuz. Vicdansızsınız siz. Kes. Bırakın beni. Bırakın beni ezraflar, bırakın. Bırakın. Sesini. Bırakın beni ezraflar, bırakın. Keç deyirəm. Keç alça. Gel. Keç. Kes sesini. Ha. Səftər eləmə. Eləmə Səftər. Biz dostuq axı. Dost eləyik. Kəs səsini. İş işdən keçib. Bilirsən neçə illərdir bu günü gözləyirəm. Varlı Tərlanın arvadı Nazlı qəmzəli Nazlı. Gözəl Nazlı, gözləri sürməli Nazlı. Bir də mən fikirləş, təsəvvür elə. Gözlərinin qabağına gətir Tərlan. Mənim namusumdur o Səftər. Namusum. Namusum. Namusu nə? O vaxt varlı olduğun üçün o qızı mənə yox, sənə verdilər. İllərdir bunun əzabını yaşamaq bilirsən nədir? Mən çoban oğluyam. Mənim haqqım yoxdur bu dünyada, hə? Amma bitdi hər şey. Haqqımı almağın vaxtı çatıb Tərlan. Aparın bunu. Gel görək. Gel bura, gel. Dur. Geç. Geç. Deyirəm sənə. Ha. Gördün də.
Gününü gün eləyəndə, qaz vurub qazan dolduranda, udanda üzün gülürdü. Bəs indi nə oldu, hə? Bu dünyanı yaxşı tanı dostum, varlı dostum. Bu dünyanın öz qanunları var, yazılmamış qanunları. Hər şeyin öz qiyməti var, hər şeyin. Rədd ol! Nə işin var sənin burada? Tərlan indi gələcək, rədd ol! O məni göndərdi Nazlım. Qumarda bu dəfə nəyini uduzub, tap görüm. Olmaz, yox, yalan danışırsan. Canından olmaq istəmədi, cananından keçdi. Tək çarəsi sən idin, onu da istifadə elədi. Buradan o tərəfə qaçış yoxdur. Nazlı, aç qapını. Öldü deyəsən. Hey, bura bax. Öldü nədir? Ay kişi bura bax. Ay kişi. Üstümüzdə qalacaq. Gürsəkləri çağır gəlsin. Aç buranı Nazlı. Heç bir yerə qaça bilməyəcəksən məndən. Aç deyirəm sənə Nazlı, aç. Aç deyirəm sənə Nazlı, aç qapını. Səftər gəl. Nə olub? Sual vermə, vaxt yoxdur, gəl. Elə bilmə ki, canını qurtardın. Əvvəl-axır mənim olacaqsan Nazlı, hazırlaş. Bugün olmasa da sabah. Necə elədin bunu mənə Tərlan, hə? Necə? Kim satar arvadının namusunu belə? Kim? Bunu eləyə bilməyəcəksiniz. Aç qapını Nazlı. Aç deyirəm sənə. Yoxsa qapını qıracam Nazlı. Aç qapını. Nazlı. Ay Allah, kömək elə. Nazlı aç qapını. Nazlı aç qapını. Bax qırıram qapını Nazlı, aç. Aç deyirəm sənə. Yox. Yox. Bunu eləyə bilmərəm. Nazlı aç qapını. Sənin verdiyin canı mən özüm ala bilmərəm, ay Allah. Mən bu ləkə ilə huzuruna gələ bilmərəm, ay Allah. Aç qapını Nazlı. Al canımı. Nazlı Xilas aç elə deyirəm məni, sənə. yalvarıram. Nazlı aç qapını. Yalvarıram, ilahi. Aç qapını Nazlı, aç. Bax gəldim. Deməli açmırsan, hə? İndi görərsən. Hə. Deməli ölməmsən, hə? Ölməsən yaxşıdır. İndi öz gözlərinlə görəcəksən hər şeyi. Alıb aparacam onu. Sən heç nə eləyə bilməyəcəksən. Heç nə. Nazlı, Nazlı aç qapını. Aç deyirəm sənə, aç. Xoşluqla aç Nazlı.
Səhər anam gəlib çıxdı. Heç kimə danışa bilmədim. Elə utandım ki, 5 il keçdi. Danışa bilmədim heç kimə. Birinci dəfəmdir danışıram. Hərdən deyirəm, ucuz xilas olmuşam o bataqlıqdan. Səflər eşidirəm cəmaatın dediklərindən. O batıb əməlli başdı. Uf. Yaman acmışam, Mənə bax, safran nə pişirib görəsən? Dava pişirib, dovğa. Acından öləmi? Bax, süzəcəm onu, qəşəncə yeyəcəm, hə? Nə qədər istəyərdim sənin kimi məhsum, tərtəmiz olun. Gedək. 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 Düdük getdi! Hər yeri yaxşı-yaxşı axtarın. O tərəflərə də baxın. Yaxşı, baxarıq. Odur bax. Tez ol, tez ol. Dayan Qoyma deyirəm qaçmağa. sənə. Dayan. Əlimdən qaçıb burada gizlənirsən, hə? Hə? Adamlarımı eşitdim, yola verirsən. Samir, nə qədər oldu? 6 ay olar? Artıq bir ilə az qalıb. Döymək, söymək də kar eləmir. Vallah verəcəm. Nə evim qalıb, nə pulum. Hamısını silib süpürmüsüz. Vallah verəcəm. Yadındadır, vaxt var idi. Milyonlarla toyuqları soyub qarşıma qoyurdun, indi də oldu. İndi niyə soxulcan kim olmusan? Eləmə qurban olum, yalvarıram. Vallah verəcəm. Yazığın gəlsin mənə, qurban olum, eləmə. Sus! Sus! Harda görmürsünüz ki, soxulcan danışa. Samir, deməli danışa bilmirlərsə, onda eşidə də bilmirlər. Eşitmirlər. Qulaqları da olmur. Onda Eləmə, sənin də bu yalvarıram, eləmə. qulağını... Eləmə, vallah verəcəm, eləmə. Bura bax, mənim üçün pul para yoxdur, keçmir ha. Öldürməyi də bilirsən də necə asandır mənim üçün. Amma mən heç vaxt asan yol seçmirəm. Mən əvvəlcə qulağı alıram əlimə. 2 gün sonra yenə gələcəm. Yenə də pulu verməsən, əvvəl qulağını, sonra qolunu, sonra da ayaqlarını. Ölməkdən betər eləyəcəm səni. Yoxdur pulum, yoxdur. Yoxdur, vallahi yoxdur. Al canımı. Al canımı bir dəfəlik, canım qutarsın. Bu belə asan olmayacaq. 2 gündən sonra yenə burada olacam. Ya pulu hazırlayırsan, ya da ki, qulağını. Gedək. Hər şeyin öz dəyəri var.
Hər şeyin öz qiyməti var. Hər şeyin öz xərci var. Hə. Ay sağ ol. Dilinə qıfıl vurmusan oğlum. Danışmırsan heç danışma. Sonraki peşmançılıqdan bir şey çıxmaz. Olanlar oldu. Bundan sonra keçmişdə olanları düzəltməyin vaxtıdır. Hər şeyin bir qiyməti, xərci var. Hər vəziyyətdən də çıxış yolu var. Onu axtar tapay oğul. Yaşadıqlarım məni yandırıb yaxırdı ana. Nə qədər gözü bağlı olmuşam. Düşün derin, inan buna hər dərdin var əlacı. Həyat varsa, hər duyğulu baxışda, yağan nurlu yağışda bir məna var. Həyat varsa, ol əlvan üfüqlərdə, göyərən ümidlərdə sabahlar var. Həyat varsa, həyat varsa.